olsun. Valla Vəfa erməni deyil ki, Vəfa da Azərbaycanlıdır. Zaman gəlir, səhvlərindən nəticə çıxardar. Elə o kişidən ayrıldığı yaxşıdır. Zaten ər-arvad deyildi ki, yəni dostluğunu pozduğu yaxşıdır. Elə Vəfanı bu həddə çatdıran o Petruşka oldu. Bilirsiniz niyə? Bizim davamız başladı Dağlar oğlundan. Petruşka getdi, Dağlar oğlunu yazan gəldiyə 4000 pul verdi ki, çıx video çək. Bax, ilk dəfədir burada açıqlayıram. Bu məhkəmədə də var. Mən Dağlar oğlunu oxudum. Sonra Vəfa mənim mahnımı oxuyanda oxusun da, mahnı yazana deyirəm, pulu var, pulunu al qoy oxusun da, cəhənnəm oxusun. Onsuz da biz oxumuşuq bunu. Bu da etiraz elədi ki, yox, pul istəyir. Nəsə bu Petruşka durar şeyə pul verər, gədiyə. Gədə də mənə bildirməz, elə bilər ki, deyəcəm ki, yarı bölək. Mən demərəm, axı elə kasıb oğlansan, həm də ki, sənin əziyyətin var da, sən yazmısansa. Hə. Bu məndən gizlədər bunu. Bir də gördüm bu oxuyur, deyirəm oxusun da. Mən də buradan qızışdırır ki, bu Vəfa bizim mahnımızı oxuyur icazəsiz. Deyirəm icazəsiz deyəndə mən də Zeynəb Xanlarovanın mahnısını oxuyuram. Qoy oxusun da, deyir yox, niyə oxusun? Deyirəm yaxşı pulunu istə də. Sən demə bunlar buna pul verir, həmin o Petruşka. Elə bütün bu işləri qaynadan haqq oldu ona, o Petruşkaya.